Deyəşəndə girib dərsdədir. Solda biraz sola tutuyorum. Kamera bağlıdır. Hadi bağlar. Təhsildə al. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Əlavə 2 dəqiqədə gözləyək və mən başlayacağım. Bir daha salam müəllimlər, axşamınız xeyir olsun. Biz bugün artıq sizinlə 3-cü sinifə başlayacağıq. 2-ci sinifi bitirdik. Və sizi təbrik edirəm. Bu ilə də keçirik 3-cü sinifə. 3-cü sinifdə yeni ayın eyni qayda ilə düşünürəm ki, 3 dərsə bitirəcəyik. Onun da bəzi köhnə nəşrləri var. Onlara da toxunacağıq. Gələn dərslərdə və düşünürəm ki, 3 dərsə bitirərik. Bugünkü mövzumuz pauza və intervallardır. Əslində mən pauzalara toxunmaq istəmirdim. Yəni mənim fikrimcə çox asan bir mövzudur, amma birinci dərs gördüm ki, bəzi müəllimlərin anlayışı olmadığına görə, unutduqlarına görə mən bu mövzuya toxunacağam. Yəni pauzaları da biz sizinlə işləyəcəyik. Deməli, müəllimlər, pauzalara keçməmişdən öncə ümidvaram ki, ekran hər kəsdə görünür. Məndə səs zəifdir, nə? Səsi bağlayaq müəllimə. Deməli, yoldaşlar, pauzalara keçməmişdən öncə vurğulayım ki, 3-cü sinifi də 1-ci, 2-ci sinif kimi mahnılarını özünüz oxuyacaqsınız, öyrənəcəksiniz. Amma mən gələn dərs mahnıları test vasitəsilə sizdən sorğu-sual eləyəcəm. Şifahi sorğu-sual, bir də test əsasında soruşacağım. Görüm ki, oxumusunuz ya yox. Orada bir nüans var mahnılarda. Deməli, orada sülh mövzusunda
İki mahnı var. Qoy həmişə günəş olsun. Bir də göyərçinik biz. Hər ikisinin mövzusu sülh mövzusudur. Və e, amma fərq ondadır ki, göyərçinik biz Azərbaycan bəstəkarı Rəşid Şəfəqindir. Qoy həmişə günəş olsun isə xarici bəstəkardır. Yəni sualda düşər sülh mövzusunu situativ testlə salarlar. Və cavab olaraq sizdən xarici ya da Azərbaycan bəstəkarı istəyərlər. Bunu səhv salmayın. Yəni düşünməyin ki, elə bir dənə göyərçinik biz var, o da ancaq odur sülh mövzusunda. Yox. İki mahnıdır. Yəni bu mahnıları oxuyanda bu nüansa diqqət edin, zəhmət olmasa. Yaxşı. Keçirik pauzalara. Bunu bir balaca qısa şəkildə izah verirəm. Bilənlər təkrar eləsinlər, bilməyənlər diqqətlə dinləsin. Deməli, bizim ilk başda gələn pauzamız bütöv pauzadır. Bu pauza oxunur 4 vəyəcən. 4 vəyəcən. Sonra ikinci pauza gəlir yarım pauza. Yarım pauzamız oxunur 2 vəyəcən. 2 vəyəcən. Mən yazıram, biraz kompüterdə narahat olur, amma istəsəz skrin eləyib götürə bilərsiniz. Amma ümidvaram ki, bu səfər artıq bizim rekordumuz alınacaq. Və çərək pauzamız. Baxın, Mən üzr istəyirəm. İki müəllimə qoşulmaq istəyir. Qoşula bilmir, yox. qrupda var. Hansı qrupdadır? Mən linki... Məndə də səs çox zəifdir. Yeni gələndi. Yəni ki, artıq rengi girə bilmədilər. Onda problem onlardadır. Link kimi düşür onlara. Zoom proqramıdır, bəli. Mən atdım indi. Bəlkə zoomları yoxdur. Yox. Var müəllimə. Bir var, üzr istəyirəm. Bir var link qara düşür, ona girə bilməyəcək. Bir var link yaşıl və yaxud da göy düşür. Mən onu hardan necə əldə edeyim ki, atım onlara girsinlər? Mənə şəxsiyə yazın. Mən sizi linki göndərim, siz də onlara girin. Qrupdan yox, mənə yazın. Deməli, müəllimlər, bu pauzalar kimi notlar da eyni ölçü ilə gedir. Yəni, çərək pauza, çərək nota, bax, gördüyünüz kimi bərabərdir. Yəni, çərək not necə bir vəyə sayılırsa, çərək pauzada bir vəyə sayılacaq. Yəni, digər yuxarıda gördüyümüz yarım not necə 2 vəyə sayılırsa, çərək, üzr istəyirəm. Müəllimlər, ekrana müdaxilə eləməyək. Yarım not necə 2 vəyə sayılırsa, çərək, üzr istəyirəm, yarım pauzada eləcə 2 vəyə sayılacaq. İndi biz qalmışıq çərək pauzada. Çərək pauza yarım pauzanın yarısı qədər. Yəni 1 və qədərində uzadılır. 1 və qədərində uzadılır. 8'lik pauza çərək pauzanın yarısı qədər yoldaşlar. Yəni 1. 1 sayına sayılacaq. 1 sayına sayılacaq. 16'lıq pauza isə onu biz 1'in yarısı qədər. Biz sayda deyəndə, sayla, sözlə deyəndə deyirik ki 1 hir. Yəni onun deyək ki 16'lığa 1 16'lığa 1 16'lığa bunun bir dənəsinə bi düşür. Bi səsi, bi hecası düşür. Ona görə də biz deyirik ki 16'lıq pauza 8'lik pauzanın yarısı qədərdir. Sayanda məsələn 2 16'lığı bir dəqiqə burada yazım sizin üçün mən. 2 16'lıq müəllimlər ekrana müdaxilə eləməyin siz. İki 16'lıq yoldaşlar sayılır bir hir.
Bir, hir. 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 Ona göre de biz deyirik ki bu 16'lığın 8'liğin yarısıdır. Bir 16'lıq 8'liğin yarısıdır. Bura qədər hər kəsə hər şey aydındır. Mən keçən dərs, birinci dərs gördüm ki, notlarda, sayılarda, qruplaşdırmada bəzi müəllimlərimiz çətinlik çəkirdi deyə pauzanın üzərində də göstərdim sizə. Normalda pauza ilə qruplaşdırmaya dair bir test düşmür. Amma sadəcə siz sayı biləsiniz deyə mən bunu bir balaca geniş keçdim ki, sayı götürə biləsiniz. Və gəlirik əsas məsələyə, intervallar məsələsinə. 3-cü sinifdə nəzəriyyə hissəsi bir pauzadır, intervaldır. Bir də gələn dərs keçəcəyi formalardan ronda və variasiyadır. İndi biz bu günləri bunu keçirik pauza və intervalı və əlavə olaraq sizin üzərinizə yük düşəcək ki, mahnıları evdə öyrənəcəksiniz özünüz. Bu baxımdan biz intervalları bugün öyrənəcəyik. Bir dəqiqə mən lövhəni silim. Aha. Deməli, müəllimlər, intervallarımız sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Biz indi 3-cü sinif proqramına uyğun olaraq sadə intervalları keçirik. Yalnız sadə intervalları keçirik. Mürəkkəb intervalları isə biz nəzəriyyə bölümündə keçəcəyik sizinlə, toxunacağıq. Yəni, mürəkkəb intervallar sinif çərçivəsində toxunulmadığı üçün biz əlavə nəzəriyyə bölümündə sizinlə keçəcəyik. Sadə intervallar iki yerə bölünür. Xalis və kiçik böyük intervallar. Bundan əlavə intervalların artırılmış və əksildilmiş versiyaları da olur ki, bunu da biz nəzəriyyə bölümündə keçəcəyik. Mən sadəcə vurğuluyuram. Ola ki, kiminsə qarşısına çıxar, bu qaranlıq qalmasın. Yəni, intervalın əskildilmiş və artırılmış versiyası da olur. Yarım ton əski olanda deyirik ki, məsələn, əskidilmiş sekundadır. Yarım ton, məsələn, çox olanda deyirik ki, artırılmış sekundadır. Bu, yarım ton ortada oynayır deyə, yarım ton az olanda və yaxud yarım ton çox olanda olur artırılmış, əskidilmiş. Amma biz indi keçirik sadə intervallar cədvəlinə bugün sizinlə. Səsi bağlayaq, yoldaşlar. Deməli, bizim 8 intervalımız var. 8 sadə intervalımız var. Xalis, prima, sekunda, tersiya, kvarta, kvinta, sexta, septima və oktava. Sadə intervalların ilki başlayır prima ilə, sonu bitir oktava ilə. Və buradan gəlin, baxalım ki, bizim hansı intervallarımız xalisdir, hansı intervallarımız kiçik böyüdür. Deməli, xalis prima, xalis kvarta, xalis kvinta və xalis oktava. Yəni, bu işarələdiklərimin böyük, kiçik olmur. Bəli, artırılmış, əskildilmişi olur. Amma bu xalislərin böyük, kiçik versiyaları olmur. Və ümumən intervallar sıra ilə düzülüşdə yarım ton etibarilə bir-birindən fərqlənirlər. Bircə xalis kvarta və xalis kvinta bir ton həcmində bir-birindən fərqlənir. Bir ton həcmində xalis kvarta, xalis kvinta bir-birindən fərqlənir. Digərləri hər biri bir-birindən yarım ton fərqlə fərqlənirlər bir-birindən, dəyişirlər. Deməli,
Xalis primar 0 tondur yoldaşlar. Sekunda 2 yerə bölünür. Kiçik sekunda, böyük sekunda. Kiçik sekunda yarım ton, böyük sekunda 1 ton. Sonra gəlirik kiçik böyük tersiyə. Kiçik böyük tersiyə K3, B3 kimi, yəni tersiyə 3 deməkdir deyək. K3, B3 kimi işarələnir və 1 ton yarım, böyük tersiyə isə 2 ton kimi həcmi var. Xalis kvarta 2 ton yarım, xalis kvinta 3 ton yarımdır. Kiçik gəldik sekstaya. Seksta 6 deməkdir. Kiçik seksta 4 ton, böyük seksta 4 ton yarımdır. Kiçik septima 5 ton, böyük septima 5 ton yarımdır. Xalis oktava isə 6 tona bərabərdir. Xalis oktava 6 tona bərabərdir. Mən burada aşağıda onların yazısını göstərmişəm. Yoldaşlar, bu mövzuya diqqət yetirək. Keçən il bu mövzu düşmüşdü. Eyni ilə bax belə bir not nümunəsi göstərmişdilər. Və bu not nümunəsindən soruşurdular ki, intervalını təyin edin. Biz intervalı yoldaşlar necə təyin edirik? Necə təyin edirik? İlk öncə onun pilləsini tapırıq. Nəyə görə pilləsini? Ona görə ki, biz gələn mövzularda artırılmış, əskildilmiş intervalları keçəndə burada bizim pillə həcmi, tonların miqdarı aldada bilər. Bu baxımdan biz mütləq şəkildə pillələri saymalıyıq ki, artırılmış, əskildilmiş keçəndə problemimiz olmasın. Demək ki, baxın, burada adları altında hazır şəkildə verilib. Məsələn, xalis kvinta. Deyirik ki, xalis kvarta. Deyirik ki, 2 ton yarıma bərabərdir. 2 ton yarıma bərabər. Onun pilləsi nə qədərdir? Pilləsi 4 tondur. Pilləni sayanda, əgər ki, bizə bu ilki kimi notlu şəkildə verilsə, biz həmin o notların arasını sayacağıq ki, ilk öncə pilləsini tapaq. Pilləsi də bax, burada 4 ilə işarələnib. 4 ilə. Məsəl üçün, burada kvintadır, 5 ilə işarələnir. Sekstadır, 6 ilə işarələnir. Yəni, onların yanında yazıldığı 5, 6, 7 pillə sayıdır, yoldaşlar. Pillə sayıdır. Biz ilkin olaraq saydıq, tapdıq ki, pillə sayı 4'dür. Tapdıq ki, pillə sayı 4'dür. Asanlaşdı da bizim versiyamız. Bilirik ki, söhbət kvartadan gedir və sırazı beynimiz indi bunu əzbərləyəcək təbii ki. Bilənlər təkrarlayacaq, bilməyənlər əzbərləyəcək ki, pillə sayı 4 olanda onun həcmi nə qədər olur, tonu nə qədər olur? Tonu 2 ton yarım olur. Baxırıq, doğudan faya tapırıq, həqiqətən dəmi pillə sayı 2 ton yarımdır. Deməli, do, re 1 ton, re mi 2 ton, mi, fa isə yarım tondur. Demək ki, olur 2 ton yarım. Mən sual vermək istəyirəm. Kimlər pillə həcmini, tonu hesablaya bilmir? Mən bilmirəm. Mən bilmirəm. Yaxşı, yoldaşlar. Onda bunu saxlayırıq burada yarımçıq. Biz keçirik tonu necə hesablamağa. Mən boşluq yaratmaq istəmirəm. Yəni, Axşamınız xeyir. Müəllimə, olar mən deyim. Müəllimə, mən də bilmirdim. Notun özündən pilləni hesablamaq üçün, məsəl üçün, do notudur, bir də fa notudur. Burada görürəm. Xalis 4 yazılır. Notun özü daxil olmaqla do, re, mi, fa. Elə hesablanır da. pillə sayı, bəli, müəllimə, pillə sayı rahatdır saymaq. Amma tonu deyirəm. Tonu kim saya bilmir. Tonu kim hesablaya bilmir. Tonu məndə, çünki bizdə məktəbdə deyə nəzəriyyə keçilmir, ona görə demək olar ki. Müəllimə, mən sayım. Müəllimə, bir şey demək olar, axşamınız xeyir. Bəli, hər vaxtınız xeyir. Tonun hesablanması, yəni ağ notla, ağ dillə qara dilin üstündə götürülür. Ağ dillə qara dilsə bu yarım ton götürülür. 2 dənə yan-yana ağ dil 1 ton götürülür.
Bəli, indi bir dənə Müəllimlər. səbirli olaq, digər müəllimlərə mən bir dənə geniş izah verim. Çünki yoldaşlar, bunu mən boş buraxa bilmərəm. Hər il imtahana düşür ya sözlü şəkildə qruplaşdırma kimi, ya da bax notlu şəkildə bir dənə not xanəsi qoyurlar, 2 dənə not verirlər, deyir intervalı tap. Ya bunu mən boş burax. Deməli, tonu necə sayırıq yoldaşlar? Baxın, burada x-larla verilib, x-larla verilib. Bax, məsələn, bu kiçik balaca olana baxaq, balacadan tapaq. 2 dənə notu x deyib, deyir bunun intervalını tap. Əgər iki qara not arasında bir qara dil varsa, o sayılır bir ton. Bax, bu üçü bir yerdə bir tondur yoldaşlar. Üçü bir yerdə bir tondur. İndi gəlin burada baxaq. Burada baxaq. Mən işarə edirəm ki, siz biləsiniz söhbət. Bax, bu bir ton. Deməli, bu bir ton. Bu üçü bir ton. Buradan, deməli, bu nədir? Fa, sol. Fa, sol bir ton. Sonra gedirik. Sol, la. Sol, la. Bu üçü sol, la. Bir də ortasında qara dil. O da bir ton sayılır. Bir ton sayılır. Yarım ton isə, yarım tona burada baxaq. Bir dənə yarım tonlara burada baxaq yoldaşlar. Bax, bir ağ, bir qara, bir ağ, bir qara. İkisi bir yerdə yarım ton olacaq. Bir ağ, bir qara. Bir də qara dili olmayan notlarımız var. Bax, bu ikisi bir yerdə yarım ton olacaq. Deməli, yarım tonla bir ağ, bir qaradır. Bir də ortasında qara olmayan, yəni si, do, bir də fa, mi, fa. Si, do, mi, fa yoldaşlar. Bunlar yarım tonlardır. İndi bir dənə Onda belə oxunur da müəllimə. Ton, Necə? ton, yarım ton, 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 yarım ton. Belə gedir yəqin ki. Ton, ton, yarım ton, bəli. Bəli, Deməli, ton, ton, yarım ton, 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 yarım ton. Çünki bu iki qara klaviş olmayan yer yarım ton gedir. Əvvəlcə bunlar hesablanır. Bir ton, bir ton, onda belə gedir. Bir tonu, bir ton, 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 yarım ton, 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 yarım ton. O da gedir çıxır o bir oktavanın dosu ilə. indi bir dəqiqə müəllimə. Do'dan do'ya qədər bir oktavamız 6 tondur. İndi hesablayırıq. Bəli. Do, re. Burada məndə böyük klaviatura yoxdur deyə mən sizə göstərə bilmirəm. Deməli, do, re bir ton. Re, mi bir ton. Mi, fa yarım ton. Yenə fa, sol bir ton. Sol, la bir ton. La, si bir ton. Müəllim ola bir də inciməyin, yavaş deyin, yazaq da orası. Baş üstə. Baş üstə. Oktava bərabərdir 6 tona. İndi notlarla gedirik. Re, üzr istəyirəm. Do, re bir ton. Do, re bir ton. Re, mi bir ton. Mi, fa yarım ton. Mi, fa yarım ton. Məndə bu burada bizdə fa var. Bir dənə bura oy. Bir dənə bu yarım ton yazdığım yerə baxaq. Deməli bu fa'ya qədər gəldik, çıxdıq sizinlə şifa. İndi fa'dan sonra bizim burada varımızdır. Fa, sol bir ton. Sol, la bir ton. La, si bir ton. Çünki burada 3 dənə qara dil var. Bayaq müəllimə siz 2 ton deyirdiniz. Si, do yarım ton. Bunlar oldu 1. Bu da oldu yarım. Aydın oldu. 5 Müəllimə, si, do yarım ton oldu. Si, do yarım yarım ton oldu. Çünki ortasında qara dili yoxdur. Oktava çərçivəsində 5 dənə
Bir tonumuz var, 5 dənə bir tonumuz var. 2 dənə yarım tonumuz var. 2 yarım tonu da birləşdirəndə 1 olduğuna görə olur 6 ton. Her şey bilsin maşallah. Yarım tonun biri hansı oldu müəllimə? Zəhmət Yarım olmasa bir tonun biri də. mifadır, Nifa, bu sido. biri də sidodur. Yarım tonun biri mifadır, biri də sidodur, oktava çərçivə. Müəllim, bəs bu sözlü şəkildə necə düşür testdə? Bir dənə inci məsəl onu da deyərdim. Aha, var, göstərəcəm. Səbirli olun, testlərə gəlib çatanda görəcəyik. Yaxşı, qaydırıq intervalımıza. Bir dənə. Müəllimə, bir dənə sual verə bilərəm. Bəli. Do, re diyez olanda neçə ton olur? Do, Re diyez. do, re, diyez, yarım ton. Hə, çox sağ ol. Onu bilmək istəyirdim. Buyurun. Bu dodur, müəllimə. Bir dənə ekranda baxın. Deməli, bu dodur. Bax burada baxaq, burada baxaq. Bura boşdur. Bu dodur. Bu da do diyezdir. Və bu ikisi olur yarım ton. Dedim axı, bir A, bir qara olur yarım ton. Yox, siz do, re bemol görsədiniz axı. Do, re diyez deyirəm. Müəllimə ton yarım olur, o Do, bemol re olanda diyez. yarım ton olur. Siz Bu bemol müəllimə görsədiniz rejim Zeynəmir. Bir dəqiqə. Nə dediniz müəllimə siz? Do, re. Mən dedim ki, do, re diyez olanda neçə ton eləyir? Do, re bemol yarım ton Ha. bilirəm. Bura gəlib düşür. Do, re, diyez, bura gəlib düşür. Bir yarım. ton yarım. Bu deməli, Hə, onu dedim görüm ton yarım mı olur, onu bilmək istirdim. bəli, ton yarım. Deməli, mən sizi səhv başa düşdüm. Deməli, bu olur bir ton, bu da buna bitişir olur yarım ton. Aydındır? Bəli, bəli. Aha. İndi təzədən qaydırıq bizim bu intervallarımıza. Hə, nə deyirdim? Deməli, birinci pillə sayını sayırıq ki, səhv salmayaq. Bu pillə sayılarını, bax bunların hamısının yanında var. Yazanda da belə, normalda belə yazırıq. Biz də belə yazırıq. Pillə sayılarını birinci yazırıq. Deməli, imtahanda verildi bizə belə bir xanədə not, do, fa, nə bilim, do, sol, nə olur olsun. Başlayırıq bir pillənin sayını saymağa. Baxın, mən nə demək istəyirəm? Bir dənə bax, bura kiçik sekstaya baxaq. Bax, pillə sayını sayırıq. Deməli, burada sayıb yazıb 6, hazır 6-dır. 6. Dodan. La'yacan sayanda gəlir düşür 6. Amma bu la deyil, bu la bemoldur. Demək ki, fərq yaranacaq. Olacaq nə? Kiçik sekstə. Yəni, bu bemol diyezin bizdə nə kimi təsiri yaranır? Bunun kiçik böyüklüyünün fərqində olmaq üçün bu bemol diyezi bizə verirlər notun qarşısında. Biz də çaşmayaq deyə birinci nədir o? Pilləni sayıb yazırıq. Sonra kiçik böyüyünü tonla araşdırırıq. Yəni, baxın, sekstamisanı bir dənə buranı silim. Çox qarışıqlıqdır. Hə, sekstamız burada. Aha, kiçik sekstamız bax, buradadır. Tonu da 4 tondur. Seksta kiçik 4 tondur. Amma böyük seksta 4 ton yarım olacaq. O da gəlib düşəcək hara? Ya. Bir dəqiqə mən bura baxım. Do. Müəllimə, bemol olanda əksilir də, elə yarım ton. O da Bəli. kiçiyə çevrilir, elə. Bəli. Aha. İndi biz buradan gəlirik testlərimizə. Çalışmalarımıza. Əvvəl belə işləyirik. Sonra test üzərində işləyəcəyik. Kimlərsə mənə köməklik göstərmək istəyir. Bax, keçən il eyni ilə belə bir nümunə qoymuşdular və altda yazmışlar ki, intervalı tapın. Hə. Kimlər mənə köməklik göstərmək istəyir könüllü olaraq, yoxsa mən özüm işləyim bir-bir? Səs deyə bilərəm müəllimə. Buyurun. Bu oktavadır, bunu burada yazmaq.
Birinci oktavda. Hə, gəlin buradan başlayalım. Mən altdan xətt çəkdim. Deyin mənə nədir? Lövhəyə dəyməyin, toxunmayın. Aha. Nədir? Textdə. Seksdadır. Gəlin sayaq, yoxlayaq digər müəllimlərlə bir yerdə. Fa, sol, la, si, do, Oktavadır. re. Do, re. Gəlir, düşür. Ara. Bilirəm, doğru. Mən doğru kimi. Bildim mən onu. Bir dəqiqə deyəcəm. Pare. Hə, düzdür də mən seksdadır. Aha. Bəli, niyə çaşdırırsınız? Yaz. Mən onları nə edirəm? Mən əsasən tərsinə çevirəm uzaq olanda. Refa kimi fikirləşirəm, onun tərsinə çevirəm. O da Məsələn, olur. do re sekundadır, çevirəm, məsələn, belə çevirəm, bir anlıq çaşdı. Qısa olsun deyə. Bəli, o da olur. Yəni o prosesi siz professionalca edirsiniz. Bəli, əhsən. Mən sadəcə burada çevirmə demədim. Mən vaxta qənaət üçün çünki Düz çox edirsiniz. fikirləşirəm. Düz edirsiniz. Bu yəni qammanı tapanda da belədir də. Bir var kvinta dairəsinə gedir. Çevirəndə bir yaxşı əksinə olur. gedir. Bəli. Bir də məsələn, septimanı saymaqdansa sekundanı çevirmək daha rahat gəlir mən ona görə. Hə, kim necə öyrəşir? Bəli, məsəl üçün mən də qammaları kvinta dairəsindənsə əks istiqamətə gedəndə daha rahatdır. Bəli, buyurun. Aha. Sonra sol mi olur, mi sol kimi fikirləşəndə olur bir dəqiqə mən. O da eyni ilə. Seksda. Yox, müəllimə, seksdə siz mənə tonlu deyin. Kiçikdir, böyükdür. Seksdə okey, tonlu deyin. Hə, tonlu deyim. Evet. Bir dəqiqə olur. 4 yox. Bir dənə bunu deyin. 1 ton, 2 ton. 4 ton yarım müəlliməm. Bəli. 4 ton yarım. 4 ton yarım. Ne Böyük demek seksi. 4 ton yarım nedir? Böyüdü kişiydi. Böyük. Böyüdü. Böyük. Aha, keçdik bura yoldaşlar. Digər müəllimlərdən kim köməyini göstərmək istəyir? Olar. Bəli, əlbəttə. Mən sadəcə işarəli olanları dəqiq bilmirəm. Görə bilmirəm. Hansını Bunu, soruşursunuz? bax bunu. Bunu. Sol mi? Aha, bəli. Bunu bayaq soruşdunuz axı elə biliyorsa. Yox, bunu bayaq bəli bunu dedi. Sol mi 4 tondur. Sol mi 4 tondur, 4 ton. bəli. Bizə pilləsini deyin müəllimə. Neçə pillə saydınız? 5. Ya. 6 pillə. 80. 6. Altı pillə. Aha. Hansı olur? Kiçik olur, böyük olur. Kiçik. Yox. Sol mi? Aşağı eləyək də mi? Kiçik 80. Böyük 80. Böyük. Böyük seksdə eləyir. Sonra 4 ton böyük seksdə. bəli. Böyük. Digər müəllimlərdən mənə yardımcı kim olar? Müəllimə növbəti farsidir. O da xalis kvartadır. Artırılmış kvartadır. Bir dənə bir də Düz dedim. 2 ton yarım yoxsa 2 ton yarım deyil, axı 3 tondur bunun arası. Artırılmış bir dənə kvartadır. yoldaşlar səsi bağlayaq, mən bir dənə izah verim. Mən bunu özüm qoymuşam bura ki, izah verim. Bax gördünüz, çaşdırıcı mərqə. Bu artırılmış kvartal. Biz bunu keçməmişik. Prosta mən sizə göstərmək üçün bu nümunəni qoymuşdum bura. Deməli, bu artırılmış kvartadır. Yəni, yazırıq art 4. Pilləsini sayırıq ki, fa, sol, la, si. 4'dür. Amma tonunu sayanda müəllimlər, bax biz çaşırıq. Tonunu sayanda gəlir çıxır 3 tona. 3 tona. Artırılmışdır da. Kvartanın özü nə qədərdir? 2 ton yarımdır. Mən dedim artırılmış, eksilmiş, yarım ton fərqlənir. 2 ton yarımdır. Onsuz da yarım tonda gəliblər. Pillə sayını saxlayıblar 4. Biz hardan bildik ki, bu kvartanın artırılmışıdır? Pillə sayından bilirik. Pillə sayını saxlayırlar 4, amma tonunu yarım ton artırıblarsa, demək ki, bu artırılmış kvartadır. Aydın oldu. Düz yenə də vurğulayıram. Biz ümumi nəzəriyə keçəndə mən buna geniş yer verəcəm. Zaten qaydacıyıq bura. Amma bir də qaranlıq qalmasın deyə deyirəm ki, mütləq şəkildə pilləni sayın. Tona aldanmayın. Yaxşı yoldaşlar, altından xətt çəkirəm, işləyəyin.
Simi olar deyim, xalis Bəli. kvart olacaq yəqin ki. Halis, bəli. Simi, bəli, xalis kvartadır. Xalis Kütləsi kvarta. 5-dir. 2 ton yarım, yox. Bəli, Hə, 2 ton yarımdır. 2 ton yarım. Yoldaşlar, xalis kvarta. Mən niyə kvintə? Kvarta, aha. Nəsi böyük sekunda? Hə, digəri kim mənə köməklik göstərəcək? Aktav olacaqdı. Bəli. Yaxşı, keçirin bura. Bura. 1 ton. Remi. Remi. Sekunda. Remi sekundadır. Aha, hansı Sekunda. Sekunda. Böyük sekunda. Böyük Sekunda 4 ton. Böyük sekunda. Yoldaşım, mən kompüterlə yazıram. Burada eybəcər çıxır xət, yəni üzürlüsən. Nəsi də böyük sekundadır da müəllimə. Bəli, nəsi də böyük sekundadır. Nəsi böyük sekunda. Aha, sonra bura baxaq. Remi. 1, 5, 6. Kiçik sekunda, kiçik sekunda. Nə, sekunda? Böyük sekunda. Seksta. Aha, sekstadır. Hansı sekstadır? Seksta, hə. Böyük sekunda. Böyük seksta, bəli. Ümumiyyətlə burada hamısı böyükdür deyəsən. Bu oktavadır. Sonra, bəli. Oktavadır, sol. Bunu işləyək. Oktavadır, o da oktavadır. Aha, Bura yenə böyük sekundadır da. bəli. Böyük sekunda. Axırıncı da kvartadır. Bəli, xalis. 2 ton yarım. Axırıncı 2 ton yarım. Bəli. Kvart. İndi keçirik biz bayaqları. Burada mən klaviaturada göstərdim sizə. Bir də bunları həll edilə görək nə yazırıq, nə qoyuruq, nə tapırıq. Bir də belə baxın, yəni göz fərqliliyinə bir də belə baxın. Başlayaq burada. Amma belə daha rahatdır da müəllimə. Klaviatura ilə daha rahatdır qurmaq. Hayır, amma imtahanda elə salınırlar. Bu xalis Ha, kvart imtahanda olacaq notla yəqin ki. salırlar da. Notlu salırlar və yaxud da sözlü salırlar. Ən pisi sözlüdür. Sözlü bilirsiniz necə? Mifa yazsalar yenə dərd yarı, onu da hecai yazırlar ki, bilməyən müəllimlərimiz var. Pis, cis, ges, er, d, e, belə. Klaviaturanın beyində təsəvvür eləmək. Bu xalis kvint olacaq. Baxaq, sayaq 1, 2, 3, 4, 5. Aha, pillərimiz düz gəlir. İndi tonunu sayırıq. 1 yarım, 2 yarım. Aha, 3 yarım. 3 yarım. Bitdik. Sonra Xalis kvarta. O da xalis kvartadır məncə 2 ton yarım. 2 ton yarım, bəli, xalis kvarta. Sonra bura baxırıq. Kvintadır da müəllimə o birisi. Xalis kvinta. Xalis 1 ton, 2 ton. Sonra bura baxaq. Bu da 3 ton yarım. Bu da xalis kvintadır. Bu da yox. Hə, xalis. Xalis kvintadır bəli. Aha, bir də buna baxaq. Böyük septima deyil bu. Septimadır. Septimadır. Hansı septimadır? Böyük septima. 3 ton yarımdır. Nə qədərdir? 5 ton yarım. 5 ton yarım üzr istəyirəm. Mən 3 ton yarım eşitdim ona görə. Aha. Baxaq bura. Böyük sekunda. Böyük sekunda. Bir də bura baxaq. 1 ton. Dört ton yarımdır bu. 1 ton, 2 ton, 3 ton, 4 ton yarım. 4 ton yarımız hara gəlir düşür? Böyük sekunda. Yox. 4 ton. 4 ton yarım, hə. Xalis kvarta. Yoldaşlar, böyük seksta. Böyük seksta. Böyük seksta. Aha. Biraz da işləyək. Ümidvaram ki, bezmirsiniz. Sonra testlərə keçəcəyik onsuzdan. Dolmuyor. Böyük versiyada. Bir dəqiqə indi yazırıq. Hə. Do,
re, mi. Böyük tersiye müəllimə. Bura baxdıq. Do, Billah. do mi? Böyük. Tersiye. Bəli. Böyük tersiya 2 ton. 2 ton. Tersiye 3. 3. Aha. Sonra bura baxaq. Mi, 1, Xalis kvinta. 5. Deməli, şin. Xalis kvinta 3 ton Bəli, yarım. 3 ton yarım. Sonra Mi. Fa, sol, la, si. Xalis kvarta. 2 ton yarım. 4. aha. 2 ton Bəli. yarım. Sonra 1, 4. Müəllimə o fa xalis kvarta. Müəllimə o xalis kvart olmur axı. Deyil müəllimə. O artırılmış. Artırılmış olacaq. Artırılmış müəllimə, artırılmış. 4. Çünki 2 ton yarım deyil o. aha. 3 ton deyə müəllim Ya aldı. faiz olmalı, ya bimol olmalı. Allah. Öz səhvinizi özünüz tapa bilirsinizsə, deməli, proses yaxşı olacaq. Mənə maraqlıdır. Olur. Aha. Sonra bir dənə bura baxaq, bura qaldı ya. Bu xalis kvart olacaq. Xalisdir, bu xalis. Mhm. Sonra böyük sekundadır. Hansı bu? Yanındakı. Yanındakı Yanındakı Silya. böyük sekundadır. Hə, sekunda mən sektum eşitdirəm. Aha. Sonra bu da aşağı baxaq bu ortadakına. Orada artırılmış. Bu da xalis kvartadır deyirsən. 2 ton yarım. Re, mi, O amma xalis kvartadır. Dofa xalis kvart olacaq. 2 ton yarımdır. 2 ton yarım xalis kvarta. Sonra bir dənə burada baxaq. Si mi. 2, Şifa. Yarım. 5. Əks kvinta. 1. Bu 3 tondur da. Aha. Simfa. Yarım. Aha. Yox. Əksildirilmiş kvinta deyil bu müəllimə. Bir Əks dənə pillər sayaq. Kvarta. Si do yarım ton, do re 1 ton, re mi 1 ton, mi fa da yarım ton. 3 ton. 3 ton 3 ton. Pillə nə qədərdir yoldaşlar? Do, re, mi. 5'dir. Fa. 5 Əksildirilmiş kvinta. əskildirmiş. Əksildirilmiş kvint. Bəli. Amma çox olur. Bəli. Aha. İndi yoldaşlar keçirik məsələnin məğzinə. Bir dənə balaca keçən dərsdən, köhnə nəşrdən testlər işləyəcəyik. Həm də interval. Yenə qarmaqarışıq yazılı şəkildə mən burada görürəm. Yazılı şəkildə yazırıq və Yazanda ləngiyirəm, amma belə baxanda bilirəm, əfrəsiyyət Bədərbəyli. aha. Bəli, balet əfrəsi. Baletin adı nə idi yoldaşlar? Qız qalası, qız qalası. Qız qalası baleti. 36-da yazılıb 40-da tamaşaya qoyulur. Altta yazılır, 40-cı ildə tamaşaya qoyulur. Aha. Bir dənə birinciyə baxırıq. Burada Ən 2 dənə böyük test var. adı interval necə adlanır? Kitabadır. Aha, bəli, bəli. Sonra keçdik 2-yə. Mənim mütəbbir olması Səslər bağlansaydı yaxşı olardı da. Zəhmət olmasa, yoldaşlar, zəhmət olmasa səsi bağlayaq. Çünki stasiya tiplidə fikir yayılır. Diqqətli olaq. Aha, yazırıq. Deməli, nə deyir? Deyir, müəllim musiqi günü üçün tədbir hazırlamaq istəyir. Tədbirdə Üzeyir Həcibəylinin əsərlərindən ibarət proqram hazırlayır. Proqrama daxil etdiyi əsərlərdən birini kiçik instrumental orkestri ilə ifa etmək istəyir.
Lakin şagirdlərin çoxsu zərb alətində ifa etdiyi nəzərə alınmalıdır. Yoldaşlar, bu uzunluqda situasiya tipini oxuyanda özünüz üçün açar sözləri seçin, cızmaqarı eləyin. İmtahanda da. Nə verdi bizə? Yoldaşlar, lövhəyə toxunmayın. Nə verdi bizə? Üzeyir Hacıbəyli zərb alətləri. Yaxşı. Aha, indi deyir ki, buna görə repertuardakı hansı əsər, yoldaşlar, toxunmayaq. Nə olacaq burada? Cəngi. Cəngi, Bu cəngi olacaq. Yəni, aha, variantların hər biri yaxşı yol, pilot, çağır. Bunlar hamısı Üzeyir Hacıbəyli yaradıcılığıdır ya. Bizi nə qutardı? Yoldaşlar, lövhəyə deyim. Bizi nə, hansı söz qutardı ki, tapaq testin cavabını zərb alət. Yəni Zərb alətində ifa etmək. Hərbi rəqsidir, hərbi kollektiv. cəngi, bəli, zərb alətində ifa olunur yoldaşlar. Bəli, bəli. Aha, bir dənə mən. Pilotlar da Üzeyir Hacıbəylinin əsəridir. Bəli. Birinci dəfədə rast gəldim. O kitabda olmayan, amma Üzeyir Hacıbəyli. Bəli. Aha, biri musiqi kollektivi deyil yoldaşlar. Kollektiv deyil. Opera. Bəli. Opera. Musiqi Operadır. kollektivi deyil. Aha, Kvartet, ansambl, xor, orkestrlar hamısı kollektivdir. Yəni bir neçə nəfərin iştirakı var burada kvartetdə. Kvartet 4 nəfərdir. Ansamblda daha çoxdur. 2-dən çox olur. Xor. Bəli, opera kollektiv deyil, səhnə əsəridir. Bəli. Səhnə əsəri. Bəli. Müəlliməm, mən bu il MİQ-də iştirak etmişdim. Çox gözəl. MİQ-də adətən suallar... Bəndə olmalıdır deyəsən, tersini çəkdir, yoxsa yox. Yəni səsləri bağlayam. Mənim sözünüz yarımçıq qaldı. Test işləyək. Aha, işləyək sonra deyək. Müəlliməm, operada da musiqi kollektivi olur, axı müşayiət. Ona görə mən... Operada musiqi kollektivi olur. Amma biz demirik opera janrda. Biz orada soruşuruq ki, kollektiv olsun. O olmayan. Biz demirik ki, verilənlərin tərkibində kollektiv varmı? Sual belə deyil. Opera janrdır. Bəli, müəllimə, elə onu demək istəyirdim ki, testdə sırf belə soruşmur ki, nədir? Hamısı demək olar ki, situasiya tipli testlər idi. Konkret sual soruşmaq yox idi. Yox, niyə? Ən birinci sual var idi. Qarşı xorun içində neçə xor var? 3 xor. Yox, sadələr də olur. Yəni, yadınıza salın. Sadələr çox az olur da. Çox az olur, bəli, amma onu tapmaq lazım. Biz həm sadəni işləməliyik, həm onu işləməliyik. Yəni burada B variantı olacaq da. Digərlərində hamısında Sadə intervallara aiddir. Duodesima mürəkkəbdir. Keçəcəyi. Desima, yenə desima. Nona mürəkkəbdir. Qalır burada, bəli. B variantı. Sekunda septuma. Sadə intervallar. Aha, baxaq. Baxaq. A bəndi. Yəni, səsli eləməyək. Deməli, yoldaşlar, əgər kurikulumdan məlumatınız varsa, mən kiməm üsulundan da xəbəriniz vardır. Şimdi burada verilənlərdə deyirsən, tersiyadan böyüksən, septimadan kiçiksən, 2 ton yarımsan, seksda deyilsən və bu verilənləri biz çıxdaş eləyəndə, bəli, qalır burada A variantı. A variantı, xaric kvartal. Bəli, əsasən 2 ton yarıma görə tapırıq, amma burada əskildilmiş, artırılmış intervalla versələr, bir balaca düşünməli olacağıq. Çünki pillə sayına görə. Aha. Baxırıq.
Belə olur. Bu il də belə düşmüşdü yoldaşım. Belə bir test düşmüşdü. Madəm ki içinizdə girənlər var, nə gözəl, nə xoş, işləyək. Variantı da mən İndi səbirli olaq, digər müəllimlərimiz də tapsın və izah eləyək. Deməli deyir ki, aşağıda verilənlərdə, yəni bunlardan hansı bir səsi silsək, xalis kvinta intervalı düzələr. İndi baxırıq ki, sosi 2 tondur. Xalis interval düzəlmir. Si re yenə ton yarımdır, düzəlmir. Sol re olur 3 ton yarım. Deməli buradan sini silirik. Si bemol fa re verib bizə xalis deməli 3 ton yarım lazımdır. Si bemol fa. Baxırıq ki sayırıq deməli si do re. İmtahandan keçməyəcəm. Müəlliməm, mən nəzəriyyədən o qədər anlayışım zəifdir deyə bu tonları saya bilmirəm. Ona görə də bu ton mənə çatmadı. Öyrənəcəyik, narahat olmayın. Biz bu mövzuya nəzəriyyədə də keçəcəyik. Yəni 9 sinifi keçib qutarandan sonra ayrıca nəzəriyyəni bir də keçəcəyik. Ayrıca xarici bəstəkarlar keçəcəyik. Niyə keçmir? Çünki bizdə məktəbdə nəzəriyyə o qədər işlənmir deyə, alətimizdə yoxdur deyə, onu biz yaddan çıxartmışıq demək olar ki. Bəli. Narahat olmayın. Zaten o sualdan mən də bilmirəm, amma yəni o bütün sualların hamısında o düşməyəcək ki, uzağa 1 ya da 2 sual düşəcək də. Digərlərini inşallah bilərsiniz. MİQ-də 2-3 sual düşmüşdü nəzəriyyədən. Açığı deyim, ümumiyyətcə işləyə bilmədim nəzəriyyəni mən. Ondan narahat olmayın. Ən çox işlədiyim elə məktəbdə keçilən ədəbiyyat hissəmiz oldu. Ondan daha çox düşəcək, nəinki bu. Bəli. Yəni mən bir sualda onu boş qoya bilmərəm, bunu boş keçə bilmərəm. Ona görə də işləyirik. Tonları mən yenidən üzərimdə işləməliyəm ki, bu tonları saya bilim. 2 dənə, bax bu il, bəli, 2 dənə, biri belə sual idi, eyni ilə bir sual idi, biri də toplu şəkildə verilmişdi. Yəni o 40-dan 2 sual 2 baldan sayanda 4 bal. Bunu yəni düşünürəm ki, var idi müəllimə, nəzəriyyə var idi, ancaq nəzəriyyə mənə çətin olduğu üçün ümumiyyətcə onları heç oxumadım. Ən çox ədəbiyyatı oxudum. Nəzəriyyədən eləmədim də heç. Müəllimə, sertifikasiyada ixtisasdan neçə sual olacaq? 40 sertifikasiyadır. Onda 50 ixtisasdır. 10 kurikulumdur. 50 ixtisasdır, 10 kurikulumdur, bəli. Yəni 50 ixtisasdır da, tamam. Bəli, 50 ixtisas, 10 da kurikulum. Aha, indi deyir ki, baxın bu da bunun sözlü versiyasıdır. Mən hələ fa, sol, yəni hecayə adına yazmamışam ha. 1 kiçik sekunda intervalı deyil. Deyil. Kiçik sekunda. Kiçik sekunda olur yarım ton. A variantı deyil də müəllimə. Müəllimə, nəzəriyyəni daha asan yolla nə cür mənimsəmək olar, ya da salmaq olar daha doğrusu. Bu intervalları gələn dərsə qədər adlarını və həcmlərini, kiçik böyüklüklərini əzbərləyəcəksiniz. Bunun başqa yolu yoxdur müəllimə. Əzbərləyəcəksiniz. Mən burada verdiyim çalışmaları yenidən göndərəcəm sizə ki, evdə də baxasınız, gözünüz öyrəşsin. Yəni başqa yol yoxdur. Müəllimə, burada D variantı olmalıdır. Burada 2 variant var ya müəllimə. Bəli. Müəllimə 2 variant var ya burada. Fa solda ton yarımdır, sol diyez. Do re diyezdə ton yarımdır. Bəli. Müəllimə, do diyezdə artırılmış prima sayılmır. Eyni addadaq. Yox. Yox. Yarım ton sayılır və olacaq. A və D variantı. Bəli, müəllimə, bu sual
Səhv sualdır və 2 cavabı var. Axı eyni adda ola bilməz intervallar. Artırılmış intervallar olur. Olur, bir dəqiqə. Yəni artırılmış primadır da C variantı, yox? Bəli, bəli, eyni adda olmur. Hə. Eyni adlı olmur, yox. Biz keçəcəyik inharmonik intervallar, xromatik intervallar, diatonik intervallar. Bu adlanır xromatik intervallar. Yoldaşlar, bu xromatik intervaldır. Do, do diyez. Xromatik gedir. Do, do diyez, re, re diyez. Aydındır. Bunu da keçəcəyik. 3-cü sinifdə yoxdur. Mən toxunmuram. Amma keçəcəyik. Xromatik, enharmonik, diatonik var. Belə interval var. Mən miqdə piano çəkdim. Bu intervalları hesablamağa görə çətinlik çəkirdim. Bəli. İntervalları da yazdım. Qəşəng orada hesapladım. Hamısı da düz çıxdı. 69 toplamışdım. Kurikulumun hesabına kəsildim amma. Orada şükürləmiz. Bəli, müəllim. İnşallah, yəni imtahana yaxın deyəcəm. Nəyi necə yazmaq lazımdır? Getdiniz bir 15 dəqiqə tez gedəcəksiniz və orada oktavaları necə sadə tez sizə onsuz da vərəq verəcəklər. Tez oktava nədir? Major minor qammalarını yazacaqsınız ki, düşəcək sual. Orada həyəcandan bir başlayıb onu hesablamaqdansa qabaqcadan. Sualları görməmişdə bir 15 dəqiqə tez gedib birinci onları yazacaqsınız, intervalları yazacaqsınız, muğamların tərkibini yazacaqsınız özünüz üçün o A4-dəki sual düşən kimi sırası orada həyəcansız beyinlə yazacaqsınız, deyə düz olacaq. Sonra diyezli, bemollu, major, minor qammalarını cərgə ilə yazdım ki, imtahan başlayanda həyəcanlanmayaq. Bəli, eyni ilə. Rahatlam da olur. Deməli, xalis intervallar bayaq vurğuladıq. Prima, variantı. Kvarta, kvinta. Yəni burada seksta var, uyğun gəlmir. Nə bilim, tersiya, sekunda uyğun gəlmir. Bir də septima uyğun gəlmir. Sən idi sən gələn? Səsə bağlayaq, yoldaşlar, bağlayaq. Üzr istəyirəm. Buyurun, buyurun. Aha. Baxaq. Musiqi günü. Musiqi günü. Bəli. B variantı. Musiqi günü. Sadə versiyadır. Sadə. Üzeyir Hacıbəyənin doğum günü. Bəli. Müəllimə, orada bir sual düşmüşdü. Ani bir diqqətsizlik mən o sualı səhv götürdüm. Vermişlər ki, ilk opera yazan bəstəkar. Mən orada sevindim ki, nə asan sual. Bu Üzeyir Hacıbəylidir. Ancaq gəldim ki, səhv götürmüşəm. Bu Azərbaycanda soruşmur. İlk opera deyilsə, Azərbaycan sözü yoxsa bu dünya üzrə soruşurdu. Səhv çıxmışdı. Ani bir diqqətsizlik sualın cavabını səhv edildi. Bəstəkar soruşurdular, onu Şəfiq Axundov. Nətəri? Qadın bəstəkarı soruşurdular. Xeyr, ilk opera yazan bəstəkar. İlk opera yazan bəstəkar. Qadın soruşmurdu. Üzr istəyirəm. Üzeyir Hacıbəyliyə Dünya üzrə soruşurdu. Dünya üzrə ilk opera yazan bəstəkarı soruşurdu. İlk operanı Üzeyir Hacıbəyli. Deməli, yoldaşlar, bugünkü mövzu ümidvaram ki, hər kəsə aydın oldu. Hər kəsin, yəni qaranlıq qalan yerlər ümidvaram ki, aydınlıq oldu sizin üçün. Digər müəllimlər hansı ki, ümumiyyətlə xatırlamırdılar, mən qrupa göndərəcəm, əzbərləyəcəksiniz, öyrənəcəksiniz. Buradakı çalışmaları da eyni ilə göndərəcəm, hətta əlavə edəcəm. Onları hesablaya bilmədim, müəlliməm, onları. Bəs deyən görüm. Siz müəllimə ümidvaram ki, əksəriyyətiniz evində pianino var. Oturun, bir oktava çərçivəsində ağ-qara ayırıb yarım ton, bir ton, yarım ton, bir ton, yəni böyük deyil də oktava çərçivəsində özünüz üçün məşq eləyin ki, xatırlayasınız. Yəni deyirəm, 2 sual da yəni az bir deyil də, bal deyil. Çünki düzdür, səhv düzü aparmır. Amma ki, yəni əgər ki, yüksək təbii ki, hamı istəyir, bunun üçün də çalışmaq lazımdır. Səhv düz aparır da elə bil, yoxsa? Səhv düzü miqdar sertifikasiyada aparır. Ne yaxşı, elə bilirdim ki, miqdar kimidir. Miqdar
Sertifikasiya da Süperdir. Müəllimə, burada 3-cü sinif yazılıb. Bu musiqi məktəblərinin 3-cü sinifidir, yoxsa orta məktəblərin 3-cü Xeyr, sinifidir? orta məktəb, müəllimə, orta Axı məktəb. orta məktəbdə o dərəcə deyil. Bunlar yoxdur orada. Onu Orta mən yəni çox Müəllimə, bu gün mən də vərəqlədim. 1-dən 4-ə belə qədər kitablarda daha var. sinifdə dərs demirəm, ancaq götürmüşəm Mən də kitabları. 5-dən 9-ayam, amma yenə də yox Bəli. tapıram. Bəli, Ancaq ibtidai siniflər 1-dən 4-əcən sizin özünüzdə deyil. Yəni nəinki sizdə heç birində deyil. Hamı ibtidai sinif müəllimlərində də. Amma yeni nəşr kitabı 3-cü sinif kitabını açsaz, orada intervalları görərsiniz. Bilirsiniz nəyə görə deyirəm? yox. Elə bir ki 5, 6-cı, 7-ci sinif, 8, 9 o qədər asandır ki, bu 1, 2, 3, 4-cü sinif şoka düşür adam ki, yəni belə çətindir yəni bunlar. Hələ biz Bilirsiniz niyə çətin şoka düşürük? Keçməmişik axı, bizə vermirlər. Bizə Yox, 5-dən Kitabda yuxarı da o dərəcə verirlər. yoxdur, ona görə deyirəm. Yəni kitabda axı bu dərəcə deyil. Bu Elə dərəcə bələcə deyil, bir şey əlbəttə. verir. Çünki müəllimə olmaz. deyir Yəni ki, siz- yeni versiyalarda var, onda gərək yeni bu il gələn 2023-dən nəşrlərə bəridir bax. də. Yox, yeni kitabdır da zaten məktəbə hər il Bir dəqiqə paylanılan. üzr O heç. istəyirəm. Ümumiyyətlə kitablarda bölmə sonu bilirsiniz də, sadə testlər var. Hə, çox asandır o heç. İndi o sadə testləri siz olarmı ki, sertifikasiyaya qoysunlar? Siz imtahan verirsiniz, yəni müəllimsiniz. Hə, onlar ki müəllim Eyni səviyyəsində eləyirlər ilə də. ola bilməz. Proses çətin. Yəni necə ki oradakı sadə sual tipli olmur, artıq dəyişib situasiya tipli salırlar. Mövzular da elədir, genişləndirilmiş şəkildə keçirilir. Ya da bizə bilirsiniz necə çətin ola bilər? Siz yəni 3-cü sinif şagirdinə keçmirsiniz də başa salanda. Ona görə yəqin ki biz Əlbəttə. biraz çətinlik çəkirik. Çünki kitabda bu qədər çətin deyil, axı o qədər asandır ki, yəni 3-cü sinif beynindən veriblər. Yəqin ona görə biraz çətin gəlir bizə. Müəllimə, bir də bir sizlə soruşmaq istəyirdim. Bizə septakortlar falan da düşmə ehtimalı var, yoxsa onların qurulması? Məncə O yox. Orta sinif tonika məktəbdə olmaz. hissəsi siz subdominanta, dominant, heç dominantaya da qalxmayacaqlar, ancaq tonika hissəsi düşəcək. Düşmə ehtimalı var, onu da keçəcəyik. Amma 4 hissəli düşmür. Bir dənə də mən sual vermək istirdim müəllimə. Bu mahnılar hədsiz dərəcədə çoxdur da kitablarda. Bir siniflərdən birini saydım, elə 53 dənə zət belə xırda-xırda mahnılar var idi. Onların bəstəkarları düşəcək, düşməyəcək. Məncə yox. O dərəcə düşmür onlar. Bir də ki, Bir dənə, 2 dənə düşür, ancaq hansı düşəcəyini bilmirik. O düşür, bir dənə, 2 dənə düşür. Mahnılar Müqəddəs sualın düşür, müəllimə. içində düşür. Mahnılar sualın içində düşür. Cavab olaraq Düzdür. bir sualda soruşulmur ki, filan kəs hansı mahnını yazıb cavablarda tapın. Belə bir sual olmur. Amma situasiyalı tipli sualda düzdür. çaşdırmaq üçün sualın içində salırlar, amma cavab bizdən başqa şey istəyirlər. Belə. Əlavə sualı olan yoxdursa dərsi Müəllimə, təşəkkür edirik. Sağ olun müəllimə. Buyurun. Çox sağ olun Nigar xanım. Çox sağ olun müəllimə. Təşəkkür edirik. Siz sağ olun, var olun. Gecəniz xeyir. Bir də müəllimə, olar bir sual verin. Bəli. MİQ'in imtahanı birinci olacaq, yoxsa Sertifikasiya birincidə. Sertifikasiya olacaq, sonra olacaq. İyunun 15-i dərs bitir. Dərs Sertifikasiya bitir. başlayır. Bir həftədən sonra imtahandır. Bəli, MİQ ondan sonra olur. MİQ Bəli, ondan bəli. sonra? MİQ iyulda olur. Onun bura. Oldu, çox sağ olun. Müəllimə, bir dənə də mən sual verim. Bunlar yormayım sizi. Mən MİQ-də 4 il qabaq, 5 il qabaq vermişdim də. Onda bir dənə suallardan biri buydu ki, notlar verilmişdi, yazılmışdı ki, bu əsər hansı əsərdir. Mən də onu təsadüfən uşaqlıqda ifa eləmişdim deyə bildim ki, hə bu Agenskin Polonezidir. İndi o bu qədər biz notları, əsərləri hamısını bir-bir çalıb əzbərləyə bilmərik də. Bir sinifdə yenə Neçə illərdir notlu nümunələr düşmür. Xeyr, Hansısa bir notlar xeyr, yox idi. Bu ildə Bir yox dənə mən idi. müəlliməni eşitdim də, işdə bilmirəm. Neçə illərdir, mən deyərdim 19-dan bu yana notlu nümunə salmırlar. Məncə də salmırlar. Yəni ümid edirik ki, düşməyəcək. Çünki Orta məktəb səviyyəsindədir. Çünki Məndə düşmüşdü, çünki 5 il qabaq. Bəli, onda Ona görə inşallah ki, düşməz. Çünki hədsiz çoxdur, onu yadda saxlamaq biraz çətin olar. Bəli. Adətən düşəndə də yəni biraz asanını verirlər. Yəni hansısa bir operanın içindən nümunə vermirlər ya da dillər əzbəri olan bir mahnını verirlər ki, notları baxıb ağzımızla, beynimizdə zümzümə eləyəndə tapa bilək. Amma ki, neçə illərdir düşmür, düşünmürəm ki, düşsün. İnşallah.
Çox sağ Mənim ol. axşamınız xeyir. Vaxtınız xeyir. O keçən dəfə də dediniz zapis eləyirəm. Eləyə bilmişdiniz o dərsləri zapis? Yox, keçən dəfə alınmadı deyə mən keçdim Zoom-a, amma indi eləmişəm. Bundan sonra yenə dərsdən sonra baxım görüm ki, bir problem yoxdursa, inşallah ki, göndərəcəm sizə. Nigar Necə müəllimə qayd olunur deyə göstərir burada. Bəli. qayd olunur, bəli. Onda Nigar qrupa müəllimə. atarsınız da zəhmət olmasın. İnşallah müəllimə, inşallah. Nigar müəllimə, mən son sual verim. Kurikulumla paralel başlamaq lazım. Məsələn, mən hələ kurikuluma başlamamışam. Müəllimələrdən başlayan var kurikuluma hazırlığa. Coşqun müəllim dəyişsiz dərsləri başlayıb ayın 6-sı. Mən başlamışam Coşqun müəllimlə. Bəli. Mən də YouTube-da da baxıram onun videolarına. Dərsləri ardıcıl qoyur o. Birinci dərs, ikinci dərs orada da baxa bilərsiniz. Başlananlar var da. Düzü indidən başlamalıyıq. Mən düşünürdüm biraz gec İndidən başlasaq daha yaxşı olar ki, yanvardan da sonra bir dəfə də təkrar gedəsiniz. Bəli, yəni çətindir. Kurikulum deyirik, o qədər də asan deyil. Məncə elə indidən başlamaq lazımdır. Kurikulum mövzuları biraz qarışıqdır. Qarışıqdır, Bəzi müəllimlərin problemləri. Elə müəllimlər var ki, rahat da götürə bilirlər. Elə müəllimlər var ki, rahat deyil, ona görə də Müəllim, mən ikisində də əziyyət çəkirəm, onda çox olur, çatdıra bilmirəm, oxuyam bunu, məktəb, iş, belə çox çətin olur mənim üçün. Mən də istəyirəm biraz gec başlayam. Çox sağ olun müəllimələr, Nigar müəllimə, sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun.